Qazaxıstan Respublikasının Qızılorda vilayətinin Kazalı rayonunda 2023-cü ildən Türk Akademiyası və Korkut Ata Qızılorda Universiteti ilə birgə aparılan arxeoloji tədqiqatların şərəfinə qədim Cankənd yaşayış məskənində xatirə abidəsinin ucaldılması mərasimi keçirilib. Həmin gün qazıntı sahəsini qorumaq üçün Türk Akademiyasının təşəbbüsü ilə tikilən qoruyucu strukturun da açılışı olub. Kanalımıza verdiği müsahibəsində Türk Akademiyasının prezidenti Şahin Mustafayev deyib ki, Cankənd arxeoloji sahəsində birgə tədqiqatlara 2023-cü ildə başlanıb. Bu tədqiqatlarda Özbəkistandan Səmərqənd Arxeologiya İnstitutu və Qazaxıstandan Korkut Ata Universitetinin Arxeologiya və Etnografiya Araşdırma Mərkəzi və Alkey Margulan Arxeologiya İnstitutunun Astana bölməsi mütəxəssisləri iştirak ediblər. Tədqiqatın məqsədi Cankənd arxeoloji abidəsinin elmi cəhətdən tədqiqi və mühafizəsi, o cümlədən Türk xalqlarının tarixi mədəni irsinin təbliği müəyyən edilib. Şahin Mustafayev Cankəndin tarixi əhəmiyyətinə diqqət çəkərək bu şəhərin 10-cu əsrə qədər Sırdəriyə Oğuzlarının paytaxtı olduğunu vurğulayıb. Cankənd İpək yolu üzərində strateji mövqedə yerləşdiyinə görə Volqa-Ural bölgəsi ilə Transoksiyana Xəzər xaqanlığı və Xorəzm arasında mühüm qovşaq nöqtəsinə çevrilib. Orta əsr mənbələrində Cankənd müxtəlif adlarla çəkilir. Bu adların hamısı yeni şəhər mənasını verir. Köhnə türkçə Yeni Kənd, ərəbcə Əl-Kuryət Əl-Hadisə, farsça Dehünü. Bu adlar şəhərin bölgə tarixindəki əhəmiyyətindən xəbər verir. Arxeoloji tədqiqatlar Türk Akademiyasının elmi fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Hazırda Monqolistanın Nonqon vadisində Göktürk xaqanlığı dövrünə aid abidə kompleksi üçün qazıntılar davam edir. Bundan əlavə, Akademiya 2024-cü ildə Oğuz Qıpçaq dövrünə aid qəbirstanlıqları araşdırmaq üçün Qazaxıstanın Mangistau vilayətinə elmi ekspedisiya təşkil edib.